Bu komersiya karakterli çekilmiş video değil. Allah bütün ustaların çörəyin yetirsin. Onlar zəhmət adamlardır. Sadəcə hobbidir. Sadəcə indi əlin aşağı olanda və yaxud da ki beynin boz hüceyrələrini işlətmək istəyirsənsə, bundan əvvəlki videoda gördünüz. O Lenin deyirdi ki, işi görən paltardı, yəni ki insana vadalas paltarı giyindir, həvəslənəcək, vadalazlığı, fəhlə paltarı giyindir, sıvaşıq paltarı giyindir. Yəni bu zərbi məsələdir. Əsas instrumentin diləklərinin olana kimidir. Dəmirçiyə geçən dəmirçi deyir ki, bunu apar söktür, zborçikə, söktür, gətir, və siz elini ki, çək səhəm adam. Gedib zborçikin qəbuluna düşməlisən ki, ay zborçik, başıma dönüm bu, söktünən, ayır, aparım, dəmirçi svarkalasın, sonra təzdən gətir, yırcına. Yenə deyirəm, ama bu komersiya məqsəməyin çörəyin bundan çıxmır. Bir də var, Barış Manço qoysan yanına, Allah rəhmət eləsin. Bir yudum çay da qoysan yanına. Maçalkalar çoxdan var məndə, rabitə etsəyəm, rabitə avadanlığın içindən cürbəcür maçalkalar çıxır. Öz kürəyimə, özümə uyğun tərzdə yığmışam. Bax, indi başa çıxanlar biləcəkdir ki, amortisasiya verməyindən hiss olunur rahatlığı. Bu mitilidir. İndi mitilin tikib qutarandan sonra da üzügün salacağım, aparıb bağlayacağım yerinə. Oldu sigelir. Yəni ki, divara qısılmağa, qoyum divara qısılmağa budur. Bundan başqa variant yoxdur. Başqa cür sən heç eləyə bilərsən. Başı işlətsin, bu şey. Hər bir ustanın mütəxəssisin bir başı var, iki gözü var, iki qulağı var, iki dənə də əli var. Özün başı işlətmək istəsin, hər şeyi düzəldə bilər. Bu qədər.